Salamlayıram sizləri əziz izləyicilər. İlk qarşılaşma, 4-cü turun ilk oyunu Modern Futbol Klubu ilə Respekt komandası qarşılaşacaq. Sizə Respekt komandasının heyətlərini açıqlayıram. Kapitan Məmmədov Rıza, 11 nömrəli oyuncu Əmir Aslanov Kinyaz, 8 nömrəli oyuncu Bayramov Vüqar, 3 nömrəli oyuncu Xəlilov Xəlil, 9 nömrəli oyuncu Kərimov Məmmədəli, 7 nömrəli oyuncu Ağayev Hacərli, 2 nömrəli oyuncu Atayev Sənan, 4 nömrəli oyuncu Aslanov Rəhman, 12 nömrəli oyuncu Hüseynov Elgün, 6 nömrəli oyuncu Qafarlı Hikmət, qapçı 1 nömrəli Cəfərov İlkin, 3 nömrəli oyuncu Arzumanov İlkin. İndi isə Modern Futbol Klubunun heyətlərini açıqlayıram. Kapitan Əliyev Sabit, 10 nömrə, 77 nömrəli oyuncu Eyyubov Rəşid, 13 nömrəli oyuncu Talıblı Rəşadət, 9 nömrəli oyuncu Məmmədzadə Zakir, 3 nömrəli oyuncu Osmanov Rövşən, 1 nömrəli qapçı Məmmədov Vaqif, 11 nömrəli oyuncu Məmmədov Arif. Hal-hazırda hər iki tərəfdə də təhlükəli hücumlar görürük. Modern komandasının ilk cərimə zərbəsi. Baxaq nə olacaq. Pas gəldi. Dirəyə dəydi və oyunda qalır top. Respekt komandasındadır. İlkin. İlkinə Elgünə pas. Elgün. Vüqarın pası dəqiq olmadı. Out. Görüşən topu yerinə yetirir. Qapçı Vaqifdədir top. Vaqif fikirləşir, önünə baxır. Uzun bir pas Vaqifdən. İlkin topu qəbul elədi. Elgündədir top. İtirməyib. Silahı dəyişir. Vüqarın pası bəli keçdi. Məmmədəli irəliyir. Zərbəsi müdafiəçidən çıxır. Qeyd edim ki, Rəhman idi zərbəyə vuran oyuncu. Müdafiədə döyüşən dəqiq oynayır. Out bir daha Rəhman. Rəhmandan geriyə pas Hacəli. Hacəlinin pası keçmədi. Müdafiədə Rəşadət gözəl oynayır. Sabit kapitan baxır. Pasını verdi. Zərbə qapçı İlkin yerindədir. İlkinə önə pas. Elgün topu qəbul edir. Cinahı dəyişdi. Hacəli top qəbul etdi. Out. Modern komandası yerinə yetirəcək. Geri oynayır Rəşadətlə. Rəşadət irəliləyir. Rövşəndən geriyə pas. Vaqifdən uzun pas. Arif pres edir. Vüqar topu uzaqlaşdırdı. İlkindən pas Elgünə. Elgün irəliləyir. Önü boşdur. Pasını verdi. Hacəli baxır. Nə edəcək? Zərbəsi. Qapçı Vaqif yerində idi. Hacəli gözəl oynadı. Qaptan zərbə deyir Fərid Məmmədov. Qeyd edim ki, bu komandalar A qrupunda çıxış edir. Modern komandasının 6 xalı var, 2-ci yerdədir. Respekt komandası isə 4 xalı var, 5-ci yerdədir. Həqiqətən də hansı komanda udacağı dəqiq bilinmir. İki tərəfdə qol vuran komandadır. Yerinə görə isə Respekt komandası geridə olduğuna görə 3 xal mütləqdir onlara. Modern komandası tək bir komandasını son turda 4-3 məğlub etmişdi. Oy oy oy. Vaqifdən gözəl seyv 2 ard-arda.
gözəl oynayır. Qeyd edim ki, Respekt komandası ilə 3-cü turda 6-3 Cənub komandasına məğlub olmuşdu. Ona görə də 5-ci yerdədir turnir cədvəlində. Yerdə qalan oyuncu var. Out'u İlkin yerinə yetirdi. Davam deyir hakim. Sabit topu uğurladı. Pası keçmədi. Hikmət cinahı dəyişir İlkin. Top çıxmışdı, bəli. Arif topu yerinə yetirəcək. Yanında Sabit var. Sabitlə oynayır. Sabit baxır. Önə verəcək yoxsa geriyə. Sabitdən uğurladılar. Rəhman. Rəhman zərbəyə Rövşən qoymadı. Müdafiədə dəqiq oynayır. Baxır kimə verəcək. Rəhman pasını oynadı Hikmət. Hikmətdən topu uğurladılar. Out. Yenə Respekt komandasının. İlkindən pas. Nə olacaq? Rəhman zərbəsi müdafiədə Rəşadət yerindədir. Qeyd edim ki, son oyunda Rəşadət gözəl oynamışdı. Həmçinin qapıcı Vaqifi də qeyd etmək olar. Baxaq bugün nə edəcək Modern komandası. Ara pası keçmədi, toxunuş var idi. Qapıdan zərbə. Vaqif baxır. Uzun bir pas görəcək. Yox. Ariflə oynayır. Qeyd edim ki, 2 qardaş var bu komandada. Məmmədov var. Qapıcı Vaqif və Arif 11 nömrəli oyuncu. Topu Respekt komandası yerinə yetirəcək. İlkin. Hacəli. Yox. Rövşən yanındaydı. Görürdü. Gel Rövşən, gel Rövşən. Hacəli baxır Hikmətlə oynayır. Oğurladı Arif topu. Top hələ də Modern komandasındadır. İlkinin önü boşdur. Nə edəcək zərbəsi? Vaqif gözəl oynayır. Rövşəndən pas. Dəqiq deyildi. Kinyas. Geri oynayır İlkin. İlkin Hikmətlə oynayır. Hikmət cinahı dəyişir. Önü boşdur. Kinyas nə edəcək? Zərbəsi müdafiəçiyə dəyir. Respekt komandası yerinə yetirdi. Kinyas qapıcı ilə oynayır. İlkin. İlkindən bir daha Kinyas. İlkin. İlkin Hacəli ilə oynayır. Hacəli pasını verdi. Hikmət zərbəsi. Top dirəkdən çıxır. Modern komandası topu yerinə yetirəcək. Vaqif topu yerinə yetirdi. Quaresma sayağı bir pas idi amma dəqiq olmadı. Sənan Kinyaz'la oynayır. İlkin. İlkin pası keçmədi. Arif çata bilmədi top. Qapıcıdadır İlkin. İlkinlə oynayır adaşı ilə. İlkinin pası dəqiq olmadı. Out. Kinyaz oyuncularını geriyə çağırır. Arif itirdi. Hacəldədir top. Yox. Məmməd Əli idi bu, qeyd edim. Respekt komandasında dəyişikliklər görürük tez-tez. Hikmət oyuncularını çağırır. İlkinlə oynadı. İlkin geriyə oynayır. Qapıcı İlkin. Kinyas. Zərbəsi qapıcı uzaqlaşdırır. Out. Qapıcı qoymadı ki, güclə zərbə olsun. Out yerinə yetiriləcək. Kinyas. Rəhman idi o. Out.
Kinyas topu yerinə yetirəcək. Baxır, uzun pas mı? Bəli, uzun pas verdi, amma Rövşən yerindəydi. Vaqif topu götürür. Uzun bir pas Sabit'e, out. Top tora dəymişdi. Altı Respekt komandası yerinə yetirəcək. Məhəmməd Əli İlkinlə oynayır. İlkindən Hikmətə pas. Hikmət irəliləyir, pasını verdi. Məhəmməd Əli birini keçdi, zərbəsi dirək yenə. Artıq ikinci dəfədir ki, dirək görürük Modernin komandası qapısında. Hikmətdən pas. Məhəmməd Əli gözəl sıyrıldı, amma bitirə bilmədi. Pasını verdi. Rəhmanın zərbəsi, qapıcı Vaqif yerindədir. Vaqif qeyd edim ki, birinci turun ən yaxşı qapıcı seçilənlərdəndir. İndi də gözəl oynayır. Topu çıxmağa qoymadı. Gücdən zərbə istəmədi və out yerinə yetirəcək Respekt komandası. İlkin topu yerinə yetirir. Hikmət baxır, pasını verdi. Rəhman çönəcəkmi? Pasını verdi İlkinə. İlkin önü boşdu. Müdafiəçi Rəşadət topu uzaqlaşdırır. Out. İlkin, Hikmət, İlkin. Gözəl paslaşmalar görürük. İlkin topu itirmədi. Geriyə Kinyazla oynayır. Kinyazdan pas. Rəhman. Rəhman edəcək. İtirdi. Arif idi oğurlamışdı, amma yenə də itişi görürük. Cinahı dəyişir. İlkin. İlkindən pas Hikmətə. Hikmət bir daha İlkinlə oynayır geriyə. Baxır İlkin. Hikmətlə oynayır. Hikmət irəliləyir. Pasını verdi Rəhman. Oğurladılar topu Rəhmandan. Arif irəliləyir. Arifin zərbəsi qapıdan aralı keçir. Qapıcı İlkin topu yerinə yetirəcək. Həqiqətən də hal-hazırda oyunda üstünlük Respekt komandasındadır. Mən deyərdim ki, 60-ın 40-adır. Gözəl paslaşırlar. İşçilər də azdır, amma ki, qol yoxdur hələ ki, hesab 0-0'dır. 13-cü dəqiqədə qeyd edim. İlkin. İlkindən gözəl pas. Keçmədi. Qapıcı Vaqif Rövşənlə oynayır. Rövşənlə uzun bir pas. Kinyaz yerindəydi. Elgün'dən bir daha Kinyaza pas. Uzun bir pas. Elgün, qapıcı Vaqif çıxaraq topu uzaqlaşdırır. Rəşadətdən uzun bir pas. Sabit. Yox, saxlaya bilmədi. Topu Respekt komandası yerinə yetirdi. İlkin. İlkindən pas. Məhəmməd Əli önü boşdu. Pasını verdi. Elgün. Elgün'ün pası və top müdafiəsi dəydi. Avtogol oldu məncə. İlk golunu görür Modern komandası qapısında. Hesabda 1-0 Respekt komandası öndədir. Qeyd edək ki, avtogol oldu. Top Rəşadətə toxunaraq qapıya keçdi. Elgün gözəl pas vermişdi. Əgər Rəşadət toxunmasaydı, Respekt komandasının hücumçusu qolla bitirəcəkdi. İlkin topu uzaqlaşdırır, top çıxmayıb, gözəl qəbul etdi. Rövşən topu uzaqlaşdırdı. Vüqar Kinyazla oynayıb. Kinyaz baxır. Hikmət. Bir daha Kinyaz. Cinahı dəyişmək istədi, amma topu itirdi. Zakir oğurlamışdı. Kinyazın pası dəqiq olmur. Rövşən. Qapıcısı Vaqiflə oynayır. Vaqif. Rəşadətlə oynadı. Geriyə oynayır. Vaqif bir daha. Vaqif itirmədi, amma pası dəqiq olmadı. Respekt komandası yerinə yetirəcək. Hikmət. Geriyə oynadı. Vüqar. Kinyazla oynayır. Kinyazın zərbəsi Vaqif üçün bu yumuşaq topu idi. Sabit topu qəbul elədi. Nə edəcək? Sabitin zərbəsi İlkin. Sabit topu üzərinə vurdu.
İlkin gözəl oynayır qapısında. Hesab 1-1 ola bilərdi. Kapitan nəyi qaçırdır? Pas keçmədi, Vüqar uğurladı, pasını verdi. Rövşən gözəl oynadı müdafiəsində. Bir daha Rövşəndən başlı zərbə. Vüqardan topu qəbul edə bilmir Məhəmməd Əli. Rövşən Sabitlə oynayır. Sabitin zərbəsi top Vüqara dəyir. Vaqif. Rəşadət. Rəşadətdə uzun bir pas. Top Modern komandasındır. Sabit topu yerinə yetirəcək. Yerlə pas qapıcı üçün yerindəydi Məhəmməd Əli. 3-2 edilər. Baxaq nə olacaq. Pasını verdi Elgün. Elgünün zərbəsi dəqiq olmadı. Vaqif tələsərək başladı. Arif 2-2-dir. Arif pasını verir Sabit. Sabitdən pas Arif'in toxunuşu və gol! Arif son anda ucuyla golunu vurur və komandasını sevindirir. Kapitan Sabit'in gözəl pası var idi, qeyd edək. Hesab 1-1'dir. Hesab bərabərləşir. Gözəl mübarizə görürük. 17-ci dəqiqədir. Qapısı ilə oynadı. İlkindən pas Vüqara. Kinyaz. Kinyazdan pas Hacəli. Geriyə oynadı Hikmət. Hikmət irəliləyir. Baxır, heç kim yoxdur. Top hələ də Hikmətdədir. Pasını verdi Kinyaz. Vüqar. Vüqardan Elgünə pas. Elgünün pası Hacəli qəbul elədi. Zərbəsi dəqiq olmadı. Qapıdan yan keçir. Təhlükəli idi. Hacəli bəlkə də pas versəydi Hikmət bitirə bilərdi bu zərbəni. Rövşəndən pas Arifə. Arif itirmədi. Geriyə oynayır qapısı. Qardaşı ilə oynayır. Vaqif irəliləyir. Dayandı. Rövşənlə oynadı müdafiədə. Rövşən. Rövşənə zərbə girəcəyimi? Yox. Paris verdi. Arif'in pası. Zakir. Top saxlayamadı. Amma yenə də top Modern komandasındadır. Uzun bir pas. Dəqiq olmadı. Time-out Respect komandası. Time-out bitir. Baxaq hər iki komandada necə dəyişikliklər olacaq. Time-outda komandalar baxaq nə tapşırıqlar verib komanda yoldaşlarına. Hikmətin pası zərbəsi qapıdan yan keçir. Rəhman idi zərbəni vuran oyuncu. Vaqif topu yerinə yetirəcək. Önünə baxır. Uzun bir pas görür. Sabitə satacaqmı? Yox. Kinyaz topu uzaqlaşdırdı. Rəhmandan Hikmətə pas. Hikmət bir oyuncudan sıyrılır. Arif uğurladı. Sabit də köməyə gəldi. Top Sabitdə qalır. Sabit baxır. İrəliləyir. Rəşadətə gözəl bir pas. Rəşadət gəlişinə zərbə dəqiq olmadı. İlkin kimlə oynayacaq? Uzun bir pas Vüqardan. Rövşən topu uzaqlaşdırır. Rəşadət. Pası dəqiq olmadı amma Sabitə gəlir. Sabitdən pas. Arif. Arif'in zərbəsi Vüqara dəydi. Hacəli pasını verdi. Uzun bir pas Sənandan qapıcı Vaqif. Topu avuta vurur. Vüqar topu yerinə yetirəcək. Vüqar baxır. Hikmət. Hikmətin pası dəqiq olmadı. Arif. Zakirlə oynayır. Arif önü boşdu. Arif nə edəcək? Arif'in zərbəsi qapıcı için. Yerindəydi. Qüvvətli zərbə gördü Arif'dən. Sənan. Pası dəqiq olmadı.
Yox, bu Kinyaz idi, qeyd etdim. Sabit. Azali pres edir. Sabit keçə bilmir. Acəldədir top. Geriyə oynayır Sənan. Vüqar. Sənanla oynayır. Hacəli baxır. Hacəlidən pas Vüqara. Top Respekt komandasında deyə hakim saxlamadı. Yerdə qalmışdı Hacəli. Zərbə Vüqardan. Vaqif yerində idi. Havayla pas Vüqar topu qəbul edir. Vura biləcəkmi? Yox. Top Respekt komandasında. Zərbə top Hacəliyə dəyir. Qapıdan yan keçmişdi. Dəyişiklik görürük Respekt komandasında tez-tez. Arif. Arif pasını verdi. Sabit. Sabit'in zərbəsi. Dirək. Və yenə də ilkin. Birinci zərbədə. Hacəldən gözəl Rəşadət yerindəydi. Qeyd edim ki, təhlükəli hücumlar görürük hər iki komandada. Respekt komandasının qapıcısı gözəl oynadığı üçün həmçinin Vaqifdə qeyd etmək olar və sevindirir komandası, Respekt komandasının oyuncusu Rəhman. Komanda yoldaşları ilə qol sevincini qeyd edir. Rövşən boş qapını çıxarmışdı, aşırma zərbənin qarşısını almışdı, amma bu səfər komandasına kömək ola bilmir. 2-1 Respekt komandası öndədir. Sabitdən birbaşa zərbə dəqiq olmur ilkin. Vüqara buraxır topu. Vüqar önə baxır, uzun bir pas. Rəhman topa çatacaqmı? Yox. Arif topu uğurladı. Zərbəsini də vurdu. Toxunuş var idi. İkinciden zərbə Modern komandası yerinə yetirəcək. Arif baxır. Pasını verdi. Yox. Topu ilkin uzaqlaşdırdı. Topu düzgün yerinə yetirmədi. Hərəkətdə idi. Pas dəqiq olmadı. Vaqif Rövşənlə oynayır. Rövşəndən Rəşadətə pas. Zərbə Sabitdən. Yenə dəqiq olmur. Baxaq Sabit 4-cü turda qol vura biləcəkmi? Vüqar baxır. Bir daha uzun pas Vüqardan. Hacəliyə top gəlmir, amma yenə də mübarizə oldu, amma uğurlaya bilmədi. Out Respekt komandasının. Vüqar. Hacəliyə pasını verir. Hacəli dəqiq oynamır. Qapıdan zərbə. Vüqar. Uzun bir pas. Sabit sata bilmədi. Out. İlkin yerinə yetirəcək. İlkin baxır. Uzun bir pas. Rövşən qabağa çıxaraq topu götürür. Vüqar topu uzaqlaşdırdı. Vaqif, Rəşadət. Rəşadət itirmədi, top çıxmayıb, davam. Rövşən. Bir oyuncusun keçdi, amma Məmməd Əli topu uğurladı. Vüqara pasını verir. Top Vüqardan çıxdı. Bəli. Topu Modern komandası yerinə yetirəcək. Təsirə başladı. Sabit. Vüqar topu uzaqlaşdırdı. Out. Modern komandası. Arif. Arif pasını verdi. Rəşiddən pas. Sabit. Topu saxlaya bilmədi. Topu uzaqlaşdırdı. Rəhman. Gücdən zərbə. Sabit baxır kapitan kimlə oynayacaq. Rəşidə pas verir. Rəşidin zərbəsi öz oyuncusuna dəyir. Geriyə oynadı qapıcı ilə.
Qapıcıdan uzun bir pas. Rəşadət pasını verir. Arif. Arif nə edəcək? Arifin pası keçmədi. Müdafiədə gözəl oynayır. İlkin. Pasını verdi. Sabit pası verdi amma çata biləcəkmi? Bəli, çatdı. Arif. Arif cinah dəyişir. Rəşadət topu qəbul edir. Zərbə görməyəcəyik deyəsən. Ancaq paslaşmalar görürük. Birinci hissə bununla da bitir. İkinci hissədə sizlərlə olacağıq əziz izləyicilər. İkinci hissədə sizlərləyik. Respekt komandası topu yerinə yetirəcək. Azəri topun başındadır. Rəqib komandanın qapısına verir topu. Vaqif. Vaqifdən pas Arif. Rəşid. Arif bir daha. Rəşid. Rəşiddən uzun bir pas. Zərbə qapıdan aralı keçir. Hesabda modern komandası geridədir. Baxaq nə olacaq. Öndə iki oyuncu pressing edir. Zakir. Zakir'in pressingi dəqiq oldu. Sənan pasını dəqiq yerinə yetirənmədi. Arif. Geriyə oynadı qapıcısıyla, qardaşıyla. Vaqifdən pas, Rəşid. Rəşidin pası səhv oldu. İlkin. Təhlükəli oyun idi. Heç nə yoxdur, davam. Topu modern komandası yerinə yetirəcək. Sabit topun başındadır. Önə baxır. Zərbəsi canlı səthdə deyir. Sabit baxır. Kimə verəcək? İçəriyə doğru pas. Qapıcı için. İlkin. Uzun bir pas. Əli ilə. Hacəli. Hacəlidən aşırma zərbə. Qapıcı Vüqar yerindəydi. Vaqif topu qoydu. Uzun bir pas görəcəyik. Sənan yerindəydi. Out. Rəşadət baxır. Uzun bir pas. İlkin topu sağlaşdırır. Out. Yenə Rəşadət yerinə yetirəcək. Qapısı ilə oynadı Vaqif. Rəşid geri oynayır Vaqiflə. Vaqif məncə irəliyə gəlsə daha gözəl olar. Hesabda geridədirlər. Tələsmək lazımdır. Qapısı ilə oynadı Vaqif. Vaqif gəlir önə. Arif. Arifin pası müdafiə yerindəydi. Pasını verdi Hikmət. Hikmət nə edəcək? Birini keçdi. Zərbə vurdu və Vaqif yerindəydi. Hikmət baxır. Hacəliyə pas verdimi? Yox. Rəhmandır bu. Rəhman yerdə qalır amma heç nə yoxdur. Oğurladılar topu. Arif. Pasını verdi. Sabit'in zərbəsi və gol. Sabit. Kapitan. Gözəl gol sevinci görürük. Hesab 2-2'dir. Əliyev Sabit. Qeyd edim ki, ikinci turun ən yaxşı golunu vuran oyunculardan biriydi Sabit. Fərd Məmmədov tərəfindən diplom görülmüşdü. Rəhman. Rəhman zərbəsi və gol. Top Rəşadətə dəyərək qapıya gedir. Ekaşet deyirlər buna. Rəhman komandası sevindirir. Qoymur ki, modern komandası hesabı bərabərləşdirməyə çox sevinsin. Hesabda 3-2 Respekt komandası öndədir. Sabit Zakirlə oynayır. Zakirdən geriyə pas. Rəşid. Rəşiddən uzun bir pas. İlkin yerindədir. Rəhman. Hacəli.
Hacəli irəliləyir. Keçəcəkmi? Yox. Cərimə zərbəsi deyir Fərid Məmmədov. Geriyə oynayır Arif. Bir daha Arif'le oynadı qapıcı. Arif'ten pas. Sabit'in yanında 2 oyuncusu görürük. Müdafiəçilər Sabit'e qoymurlar ki, nəsə etsin. Hikmət sıyrıldı, irəliləyir. Pasını verdi Rəhman. Rəhmandan pas Hacəliyə. Bir də Rəhman və Vaqif yerindədir. Sənan topa çatır, tələsir Sənan sanki. Pasını verdi. Rəhman silahı dəyişdi. Hikmətin zərbəsi Rəşidə dəyir. Küncdən zərbə. Respekt komandası əks hücumu təhlükəli alındı. Baxaq nə edəcək. Hacəli topu yerinə yetirir. Ara pasını verdi Rəhman. Yanında İlkin var. İlkinin zərbəsi və Hacəli dirəyin yanını götürmüşdü. Müdafiəçilər hara baxırdı. Və hesabda 4-2 öndədir Respekt komandası. Hikmət Hacəli qeyd edim. Qolunu vuraraq zamen olunur. Respekt komandasının zamenləri həqiqətən də bu gün çoxdur. Vaxtında dəyişiklik görürük, yorulmurlar. Bunun da komandaya böyük xeyri var həqiqətən də. Respekt komandası 4-2 öndədir. Rəşid baxır. Rəşiddən pas keçmədi. Vaqifə gəlir top. Vaqif paslı verdi. Dəqiq olmadı, uğurladılar. Vaqif nə edəcək? Götürdü topu. Gözəl oynayır Vaqif. Səhvini düzəltdi. Hikmət geriyə oynadı. Uzun bir pas içindən Rəhman topu saxlaya bilmədi. Elgin pas istəyirdi ondan. Vaqif tez topu yerinə yetirdi. Rəşadət irəliləyir, baxır. Uzun bir pas Arifə. Arif çata bilmir. 6 Respekt komandası yerinə yetirəcək. Vüqar baxır. Uzun bir pas görür Rəhmana. Rəhman saxlaya biləcəkmi? Bəli, saxladı, qoymadı çıxsın. Top Rəşadət uğurladı, amma out. Top tora dəyir. Tələsdi Rəşadət. Elgün baxır. Elgün bir daha paslı verdi. Heç kim yoxdur. Rəşadət topu uzaqlaşdırır önə doğru. Keçmədi top. İlkin yerində idi. Sabit baxır. Sabitdən pas keçmir. İlkin idi bir daha uzaqlaşdıran. Rəhmandan gözəl pas Hikməti görür. Hikmət Elginlə oynayır. Üçün ikədilər. Rəhman pasını verdi, amma çox yumuşaq alındı. Rəşadət topu uzaqlaşdırır. Hikmət cinahı dəyişdi. Vüqar topu qəbul edir. Sol axay zərbə görürük. Qapının üstündən keçir. Qeyd edim ki, 8 nömrəli oyuncu Vüqarın sol zərbələri çox qüvvətlidir, amma qapıdan yan keçdi. Rövşən. Uzun bir pas. Heç kim yoxdur. Vüqar topu uzaqlaşdırır, amma Arifdədir top. Arif pasını verdi. Rəşadətdən uzun bir pas. Keçmədi. Məmməd Əli topu uzaqlaşdırır. Geriyə Rövşənlə oynadı. Arif'in zərbəsi. Rəşadət çaşdırırdı qapıcını, amma İlkin yerində idi. Rəşadət baxır. Uzun bir pas keçmədi İlkin. Arif'dən Sabitə pas. Topu uğurladı Vüqar. Model komandası yerinə yetirəcək. Rəşadət Arif'lə oynayır. Arif'dən pas Rəşadət. Rəşadətin pası dəqiq olmadı. Yerlə verə bilmədi və Sabitə top gəlmədi. Out. İlkin topu qoyur, önə baxır. Pasını verdi. Hacəli. Vüqar. Hacəlidədir top.
Hacəli irəliləyir. Nə edəcək? Ucla zərbə. Vaqif bir əli ilə seyv edir. Uzun bir pas Sabitə gəlir. Sabit qəbul edib. Ucla zərbəsi İlkin yerində idi. Topu uzaqlaşdırır Elgün. Rəşid topu yerinə yetirəcək, baxır. Sabit topu qəbul edir. Yerdə qalır. Fərid Məmmədov baxaq nə qərar verəcək. Sabit yerdədir. Etirazlar var. Fərid Məmmədova. Top deyir və out. Yerdə qalan oyunçu var. Baxaq nə olacaq. Kapitan Fərid Məmmədova etirazını bildirir. Rəşid topu yerinə yetirəcək. Pas keçmədi. Elgünə dəyir. Rəşid baxaq bir daha nə edəcək. Hava ilə pas. Məhəmməd Əli topu uzaqlaşdırdı. Yox, Rəşid başlı zərbəsi pas keçmir. Out. İlkin. İlkindən pas. Gözəl qəbul etdi Hacəlidən pas. Vüqar nə edəcək? Pasını verdi amma dəqiq olmadı. Vaqif tələsir. Pasını verdi. Arif. Rəşadət. Uzun bir pas. İlkin yerindəydi. Elgün topun çıxmağına qoymur. Hesabda öndədilər. Pasını verdi. Hikmətdən pas. Yox. Rəhman idi zərbəni qaçırdan oyuncu. Hacəlidən gözəl pas görmüşdük. Məhəmməd Əli idi. Rövşən uzun bir pas. Sabit qəbul edə bilmədi. Out. Qapıdan zərbə. Vüqar topu yerinə yetirəcək. Bağışlayın, out dedim. Vüqardan pas İlkin. İlkindən pas Məhəmməd Əli. Geriyə oynayır Vüqar. Uzun bir pas. Qapıcı öndədir. Direğe deyir top. Hacəli zərbəsi. Vaqif. Qapı tiri və Vaqif komandasını qoruyur. Vüqar pasını verdi. Məhəmməd Əli pasını verdi amma yox. Rəşadətə gəlmişdi. Rəşadət uzaqlaşdırır topu. Out. Elgün topu yerinə yetirəcək. Geriyə oynadı Vüqar. Elgün komanda yoldaşlarına bildirir ki, tələsməyin, hesabda öndəyik. Paslaşmaq lazımdır. Elgündən uzun pas. Rəşadət topu itirir. İlkin. Elgün, Məhəmməd Əli bəli oğurladı topu. Məhəmməd Əli irəliləyir. Rövşən baxaq nə edəcək? Hələ də itirməyib. Rövşən topu oğurladı. Rəşadətdən pas Arif. Arifin pası keçmədi Elgün. Top Sabitə gəlsəydi bəlkə də təhlükəli uzun görərdik. Top Rövşəndən çıxır. Out. İlkin Məhəmməd Əli ilə oynayır. İlkinə top gəlmədi. Yavaş alınmışdı. Rəşadət cinahı dəyişir amma Elgünə gəlir top. Elgün irəlilədi. Pasını verdi. Hacəlin zərbəsi. Qapıcı Vaqif. Hacəli yerdə qalır. Hər iki oyuncu yerdə qalır. Təhlükəli oynayır hər iki tərəfdə. Baxaq Fərid Məmmədov nə qərar verəcək. Mənim fikrimcə modern komandası topu yerinə yetirəcək. Bəli, düz vurğuladım. Sabit geridədir. Cərmə zərbəsini yerinə yetirəcək. Rəşidlə oynayır. Getmə hacı, getmə, qoy gəlsin. Vaqif. Sabit. Ortaya. Sabitdə uzun bir pas dəqiq olmadı. Vüqar topu uzaqlaşdırır müdafiədən. Hikmət. İlkinlə oynayır. İlkin gözləyir. İlkin uzun bir pas. Hacəli topu saxlaya bilmir və yerdə qalır. Vaqif. Uzun bir pas. Arif saxlayır topu.
Hardasan baba? Sabitlə oynadı. Arkasından. Arifin gözü Sabit axtardı. Zərbə qapıcı üçün yerindədir. Çox uzaq məsafədən vurmuşdu Sabit zərbəni. Gel hadi. İlkinə uzun bir pas. Rəşid topu qəbul edir. Təhlükəli oyun, bəli. Modern komandası yerinə yetirəcək. Tələsirlər. Sabit pasını verir Arif. Zərbəsi Vüqara dəyir top. Arif Çık Rəşadat oradan. Çık. geri oynadı Vaqif. Gel qabağın bomboş gel. Vaqif önə doğru gəlir. Mərkəzdədir artıq. Zərbə vurmadı, yox, qardaşı ilə oynayır. Arifin zərbəsi! İlkin topu uzaqlaşdırdı və dirəyə dəydi. Çox təhlükəli bir atak görürük. Hikmət pasını verdi Elgün. Hacəli. Hikmətin pası dəqiq olmadı. Rəşid uzaqlaşdıra bilmədi. Hacəli pasını verir, amma Hikmət topa çata bilmir. Vaqif. Rəşid baxır. Vaqiflə oynayır. Rəşid. Uzun bir pas. Yenə də İlkin. Zakir. Bitirmədi. Sinan dəyişir, Rəşidlə oynayır. Rəşiddən zərbə, qapıcı İlkin. Elgündədir top. Topu uğurladılar Hikmətdən. Ucla zərbə. Timeout götürür SB komandası. Hesabda 4-2 öndədir. Qeyd edim. Maraqlı, təhlükəli hücumlar görürük. Baxaq, timeoutdan sonra hansı komandanın xeyrinə olacaq, hansı komanda düzgün taktika ilə oyuna geri qayıdacaq. Timeout bitir. Topu Respekt komandası yerinə yetirəcək. İlkin irəliləyir. Pası keçmədi, amma out Respekt komandasının. İlkin pası Rəhman top qəbul edir. 2 oyunçu var yanında, itirmədi. Pasını da verdi Elgün. Elgün zərbə vuracaqmı? Bəli. Zərbəsi və Vaqif yerində idi. Vaqif 4 top buraxsa da qapısında gözəl oynayır həqiqətən yenə də. İlkin geri oyunlar tələsmirlər. Sənan baxır. Rəhman önü boşdur. Rəhmanın zərbəsi və gol! 5-ci gol görürük Respekt komandasından. Rəhman önü boş idi. Qüvvətli sağ zərbəsi və sonluq gol olur. Həqiqətən də Modern komandasının vəziyyəti çox pisləşir. Artıq aralarında 3 top fərq var. Hesab 5-2'dir. Baxaq nə edəcək Modern komandası. Rövşən baxır. Uzun bir pas qapıya gəlir, amma İlkin yerindədir. İlkin müdafiəçisi oynadı. Xəlil idi bu. 6 nömrəli oyuncu. Zərbə və gol! Rəhman! Rəhman qeyd edim ki, 4-cü gol olur. Həqiqətən də çox gözəl oynayır Rəhman. Hesab 6-2'dir. Respekt komandası bugün zaman heyəti ilə gəlməkdə həqiqətən də çox gözəl edib. Vaxtında zamenlər görürük. Hər girən oyuncu böyük rolu var komandada. Modern komandası topu yerinə yetirəcək. Topun başında Sabitdir. Baxa Sabit nə edəcək? Sabitin zərbəsi canlı səthdə dəyir. Hikmət idi bu. Top yenə
Respekt komandasında da Kinyaz. Bir daha Kinyaz'la oynadılar. Kinyaz'ın önü boştu. Ne edecek? Kinyaz'ın zərbəsi. Vagif topu tez başlayır. Arif'ten pas Sabit'e. Sabit pas vermişti ama Zakir topu gözləmirdi. Qapıdan yan keçdi. Hesab 6-3 ola bilərdi. Vüqar topu yerine yetirir. Out. Geç, açın, geç. Rəşid baxır kimlə oynayacaq. Yerlə pası Arif'ə. Heç nə yoxdur. Hikmət topu çıxardır. Out. Arif baxır. Pası keçmədi. Hikmət uğurladı. Hikmətdən bir daha uğurladılar topu. Rəşid zərbəsi 2 yerindədir. Top Arif'in önünə gəlir. Mane olurlar Arif'ə. 2 oyuncu var yanında. Baxaq nə olacaq? Uğurladı Hikmət topu. Kinyaz'dan pas görürük. Hikmət bir daha Kinyaz'la oynayır. Kinyaz nə edəcək? Pasını verdi Hikmətə. Hikmətin pası Rəhman. 5-ci gol görəcəkmi Rəhmandan? Yox, Hikmətlə oynayır. Hikmət yerdə qalır, uğurladılar topu. Zakirdən pas Sabitə. Sabitin zərbəsi ilkin topu uzaqlaşdırır. 200-dən zərbə. Modern komandası tələsir. Tələsməyə də səbəb odur ki, geridədirlər. Önü boşdur. Rəşid geriyə çəkilir. Rəhman topu uğurlaya bilmir. Rəşid baxır. Müdafiəçisi Rövşənlə oynayır. Rövşənin arapası Sabit. Sabit çönə biləcəkmi? Müdafiədə gözəl oynayırlar. Kinyaz idi onun yanında qeyd edim. Rəhman irəliləyir. Yanında Sənan da var. Sənana pas gəlir. Sənanın pası müdafiəçi Rövşən yerindədir. Rəhmandan pas. Gözəl paslaşmalar görürük. Rəhman pasını verdi. Məmməd Əli dəqiq ola bilmədi. Arif nə edəcək? Vüqarı keçə biləcəkmi? Pas verdi amma Sənan yerində idi. Out. Respekt komandasının Sənan topun başındadır. Məmməd Əli ilə oynayır. Məmməd Əlidən pas Kinyaz'a. Kinyaz irəliləyir. Keçə bilmədi. Topu uğurladılar Kinyaz'dan. Rəşid irəliləyir. Baxır Sabit axtarır. 3 nəfəri keçdi. Pasını da verdi Sabit. Sabit nə edəcək? Sabit gözəl oynayır həqiqətən də. Dayandı və 2 oyuncu, qapıcı və müdafiəçi çaşdı. Sabit sevinir. Amma hesabda geridədir Sabitin komandası, kapitan. Baxaq kapitan yenə qollar vura biləcəkmi? Hesabı bərabərləşdirə biləcəkmi? Rəhman paslı verdi. Məmməd Əli. Bir daha Rəhman. Rəhman çöndü. Zərbəsi Rövşən. Gözəl oynayır. Topu uzaqlaşdırır. Kinyaz. Məmməd Əliyə pası keçmədi. Amma top Respekt komandasında qalır. Vüqar. Vüqarın pası dəqiq olmadı. Sabit. Sabit'ten uzun bir pas. Dəqiq olmadı Rəşidə. Sənan. Rəhman. Rəhman keçəmədi. Sabit uğurladı. Baxaq nə edəcək? Vüqara dəyir top. Sabit itirmədi. Cərmə zərbəsi bəli. Fərdi Məmmədov bildirir ki, Sənan burada cərmə etmişdi. Sabit pasını verir. Arif'ten pas keçmədi. Əşsizim qapı boşdu və gol! Golu vuran oyuncu Sənan idi. Qeyd etmək lazımdır ki, Respekt komandasında oyunculardan çox qıraqda qalan və dəyişiklikləri edən kapitan var.
Hal-hazırda sizə göstərirəm onu. Rızadır. Hacəli ilə söhbət edir. Ona tapşırıqlar verir. Yəni kapitan Rızanın böyük rolu var həqiqətən də Respekt komandasında. Oyunda görməsək də qıraqdan tapşırıqlarını verir və komandası öndədir. Kinyaz pasını verdi. Rəhmanın zərbəsi dəqiq olmadı. Vaqif uzun bir pas Sabitə gələcəkmi? Yox. Sənan topu başla uzaqlaşdırır Rəhmandan. Dəqiq olmadı. Out. Rövşən. Rövşən nə edəcək? Uzun bir pas. Sənan uğurladı. Və bununla da oyun bitir. Respekt komandası qalib gəlir. Şərhçiniz mən Mirzəyhun Mənsimov idi. Oyuncular sağollaşır digər komandanın oyuncuları ilə. Növbəti oyunlarda sizlərlə olacağıq. Sağ olun.